Payız sərin havaların, saralmış yarpaqların və uzun axşamların mövsümüdür. Mütaliə üçün ən ideal vaxtlardan biridir. Bu mövsümdə oxumaq həm ruhu sakitləşdirir, həm də düşüncələri dərinləşdirir. Sərin payız axşamlarında sizin ruhunuzu oxşayacaq həm dünya, həm Azərbaycan ədəbiyyatı, həm də poeziya nümunələri təqdim edirik. Yazıcı İsa Muğannanın Məşər romanı öz güclü psixoloji atmosferi və mənəvi axtarışları ilə oxucunu düşünməyə vadar edən Azərbaycan ədəbiyyatının ən təsirli romanlarından biridir. Müəllif tarixi və mistik qatları birləşdirərək oxucunu həm keçmişin, həm də insanlığın əbədi suallarının içində gəzdirir. Nəşr edilən kimi qadağan olunub satışdan çıxarılan, müəllifin isə özünün şah əsəri saydığı roman yazıcı Teodor Dreiser'in Dahi romanıdır. Dahi həm sənət aləminin parıltısını, həm də onun kölgəsini göstərən təsirli bir əsərdir. Oxucunu həm düşündürür, həm də sarsıdır. Yazıcı Seymur Baycanın Adsız İtin Qayıdışı adlı hekayələr toplusu müasir insanın boşluqları, axtarışları və özünə qayıdışı haqqında səmimi, cəsarətli və təsirli bir hekayələrdir. Baycanın qəhrəmanları həyatın sərt reallıqları ilə üz-üzə qalaraq oxucunu həm düşündürür, həm də sarsıdır. Dünya ədəbiyyatının qızıl fonduna daxil olmaqla bərabər ən çox ekranlaşdırılan əsərlərdən biri də Jane Eyre'dir. 19-cu əsr İngiltərə yazıçısı Charlotte Bronte'nin qəhrəmanı ən ağır sınaqlardan ləyaqətlə çıxaraq öz adını qoruyub saxlayır. Yüzillər gəlib keçir, dünya dəyişir. Amma hər gələn nəsil bu sadə kimsəsiz qızın amansız taleyinə tabe olmaması, ağır sınaqları dəf edərək səadətə yetməsi haqqında özünün danışdığı həyat hekayətini sevə-sevə oxuyur. Sizə də oxumağı məsləhət görürəm. Rus yazıçısı Fyodor Dostoyevskinin Bəyaz Gecələr əsəri duyğuların zərifliyini, insanın içindəki tənhalığı və təsadüflərin yüzünü göstərən qısa, lakin çox təsir edici bir əsərdir. Bu hekayə tənha bir insanın sevgi və ümid axtarışını Peterburqun sehirli, işıqlı gecələri fonunda poetik şəkildə təqdim edir. Yazıcı İsmail Şıxlı Ölən Dünyam adlı tarixi romanını ölümündən 5 ay qabaq tamamlaya bilmişdi. Amma bu romanı kitab halında görmək yazıcıya nəsib olmadı. Yazıcı köhnə dünyanın tədricən yox olmasını və bunun doğurduğu mənəvi sarsıntıları əsərdə ustalıqla təsvir edərək oxucunu dərin düşüncəyə çəkir. Fransız yazıcısı Gustave Flaubert'in Hisslərin tərbiyəsi romanı təhsil almaq, təzə həyata başlamaq, karyera qurmaq üçün 1840-cı ildə əyalətdən Parisə yollanan 18 yaşlı gəncdən Frederic Maronun həyatından bəhs edir. Frederic bir gəncin yox, Parisi fəth etmək arzuları ilə bu nəhəng şəhərə gələn, cəmiyyətə öz qanunlarını diktə etmək istəyən, amma Parisin fəth etdiyi bütöv bir nəslin obrazıdır. Fransız yazıcı Gustave Flaubert'in 5 ilə ərsəyə gələn, dünya ədəbiyyatının şah əsərlərindən sayılan və bütöv adı Madame Bovary, əyalət adətləri olan qalmaqallı Madame Bovary romanı realizmin ilk və mühüm nümunələrindən biri hesab olunur. İlk dəfə cəmi 2 ay ərzində qısa felyetonlar şəklində Revue de Paris ədəbi qəzetində çap olunmuş və sonradan qəzetin redaktoru və yazıcı əsərdə əxlaq qaydalarının təhqir olunması iddiası ilə məhkəməyə cəlb olunmuşdular. Sonralar Flaubert bəraət qazanmış və əsər 1857-ci ildə ilk dəfə kitab halında nəşr olunmuşdu.